Şifahi şəkildə dedik. İndi nümunələrlə baxaq görək. Vurğu qəbul etməyən şəkilçilərimiz hansılardır? Baxın, Süleymanova sözündə ova şəkilçisi vurğu qəbul etmir. Əmimgil sözündə gir şəkilçisi, sürətlə sözündə lə, dostcasına, dacasına. Baxın, burada cər şəkilçisi, daxiləndə ən şəkilçisi. Bunlar zərf düzəldən şəkilçilərdir və vurğu qəbul etmir. Vurğu hara düşüb? Həmin şəkilçilərdən əvvəlinci hecaya düşüb. Yalnız daxiləndə birinci hecadadır vurğu. Yazırdı sözündə ır şəkilçisindədir vurğu. Niyə? Çünki d vurğu qəbul etmir. Baxın, bu d da idi hissəciyinin qısa formasıdır. Bəs hardan bilək ki, bu d şəkilçisi idi hissəciyinin qısa formasıdırmı? Yoxsa bu şudu keçmiş zamanın d şəkilçisidirmi? Bunu da ayrı bir mövzu kimi izah edəcəm inşallah. Həmçinin də mış burada baxın, imiş hissəciyinin qısa forması olduğuna görə burada vurğu qəbul etməyib. Həmçinin yazırsa sözündə sa isə hissəciyinin qısa formasıdır və vurğu qəbul etməyib. Baxın uşaqlar, bu xüsusi bir mövzudur. Mən bunu izah edəcəm inşallah. Görmədən sözündə madan mədən vurğu qəbul etmir. Vurğu həmin şəkilçidən əvvəlki sözün üzərinə düşür. Gedirmi sözündə mı, mu ədatı vurğu qəbul etmir. Həmçinin bilirmi sözündə, yazmasa sözündə baxın ma, inkarlıq şəkilçiləri vurğu qəbul etmir. Mamə hansı halda vurğu qəbul edir? Əgər isim və sifət düzəldərsə, dondurma və hörmə sözündə olduğu kimi. Sonra dək, cən, tək, la ilə hissəciyinin, ilə daha doğrusu qoşmasının qısa forması vurğu qəbul etmir. Keçək digər səhifəyə. Sonra arkən, dıqca şəkilçiləri, təbii ki, bunlar 2 və 4 cür yazılan şəkilçilərdir. Bu şəkilçilərin ikinci hissəsi vurğu qəbul etmir. Vurğu hara düşür? Baxın, dıqçada birinci hissəyə düşür. Arkən həmçinin birinci hissəyə düşüb vurğu. Bu şəkilçi həmçinin üncə şəkilçisində birinci hissədədir vurğu, araqda həmçinin. Sonra əsas nitq hissələrinə artırılan şəxs sonluqları. Müəlliməm sözündə şəxs sonluğu əm şəkilçisidir və vurğu qəbul etmir. Şagirsən sözündə həmçinin. Uşaqdır sözündə uşaq hansı nitq hissəsidir? İsimdir. Dır ona artırılan şəxs sonluğudur. Vurğu qəbul etməyəcək. Uşaqlar həmçinin feillərə artırılan şəxs sonluqları vurğu qəbul etmir. Baxın, əm, san, sonra burada dır şəkilçisi vurğu qəbul etmir. Vurğu həmin sözlərdən əvvəlinci